qorxulu bir statistik rəqəm var ortada. 11.500 müəllimin, tərbiyəçi müəllimin, 5.800-ü qeyri-ixtisasçıdır. Bunun 700-ünün ümumiyyətlə diplomu yoxdur. Bu statistika, belə deyək də, o qədər acınacaqlı bir statistika yaxşı. Əgər mən məktəbəqədər təhsil ixtisasını bitirməmişəmsə, mən bu uşağın psixoloji xüsusiyyətini, yaş xüsusiyyətindən danışıram, bilmirəmsə, mən bunun fizioloji xüsusiyyətini bilmirəm, yenə yaş xüsusiyyətinə görə deyirəm. Yəni, həmin yaş dövrü haqqında heç bir məlumatım yoxdur. Mən kimya müəllimiyəm, mən biologiya müəllimiyəm, ancaq mən bağçada müəllim, tərbiyəçi müəllim işləyirəm. Və kimi dindirsən, hamının bir cümləsi var. Mən evimdə uşaq böyütmüşəm, mən uşağa baxa bilməyəcəm. Yaxşı, mən Azərbaycan dilində çox yaxşı danışıram. Onda mən gedim Azərbaycan dili dərsi deyim də. Mən uşaq böyüdə bilirəm deyə, mən evdə 3 dənə uşaq böyütmüşəm deyə, mən bağçada tərbiyəçi işləyə bilmərəm. 4 ilin sonunda hamı ya magistra gedərək biraz profilini dəyişir, ya ikinci təhsilə gedərək profilini dəyişir və ümumiyyətlə diplomunu işlətmir. Niyə? Görür ki, nə qədər ağır peşədir və neyini? Görür ki, yox, burada bu bacarmayacaq, başlayır dağılmaq. Biz tələbələrimizi çalışırıq ki, yığaq, qaytarıq. Ancaq bu deyir ki, mən bu qədər məsuliyyətin altına girə bilmirəm. Ancaq məsələn, başqa ixtisas müəllimi deyir, neynirəm ki, bağçadır da, gezim 2 dənə uşaqdır, 30 duracam, A D, B D, C D, təkrarlatacam, bundan bitəcək. Xeyr, biz bağçada uşağı həyata hazırlamağa giririk. Həyata hazırlamaq dərs keçməkdən daha ağır.